Amsterdam vloqumuzun ikinci hissəsinə dalğa ilə davam edirik. Almaniyada yaşadığımız üçün Amsterdamda Azərbaycan restoranında görən kimi ora getməyə qərar verdik. Əslində qutab yeməyə getmişdik, amma qutab bitdiyi üçün dolğa içdik. Dadı isə əla idi. Daha sonra Amsterdamda smash burgerlərlə məşhur olduğu üçün biz də birini yoxlayırıq. Açığı bizə elə də wow effekti vermədi. Axşam isə gedirik Hassala Vista Baby-yə. Buranın mənzərəsi həqiqətən möhtəşəm idi. Saatlarla oturmaq olar. Sol tərəfdə insanlar həm oturur, həm rəqs edir. Sağ tərəfdə isə bizim kimi sakitcə mənzərənin dadını çıxarda bilərsiniz. Növbəti gün isə yollanırıq ilk olaraq Johan Cruyff stadionuna. Təbii ki, Amsterdama gəlib Ajaxın stadionuna gəlməsək olmazdı. Burada daxil olduğumuz ilk otaqda Ajaxın oynadığı rəqib komandalardan məşhur oyunçuların formalarını görürük. Təbii ki, Messinin forması da burada var. Daha sonra isə Ajaxın paltar dəyişmə otağına da daxil oluruq. Burada onların da formalarını görürük və nəhayət stadionun ən vacib hissəsinə daxil oluruq. Həm tribunalardan tamaşa edirik, həm aşağıdan tamaşa edirik stadiona. Stadion boş olsa belə bu mənzərə çox möhtəşəm idi. Və sonra yollanırıq mətbuat konfransına. Burada biraz müsahibə mən verdikdən sonra yollanırıq Kubok muzeyinə. Ajax 4 qat Çempionlar Liqası qalibi olduğu üçün burada Çempionlar Liqası kuboklarını da görürük. Ümumiyyətlə stadionda gəziləsi çox yer var idi və təxminən 2-3 saatımız stadionda getdi. Amma təbii ki, buna dəyərdi. Nəhayət Johan Cruyffdan çıxdıqdan sonra Amsterdamın ən məşhur tostunu yeməyə yollanırıq. Qarşısında 2 saatdan çox növbə gözlədik. Həqiqətən 2 saat. Hətta videoda gördüyünüz yerə çatandan sonra belə təxminən 1 saat gözləməlisiniz. Mən ətli günelçə krevetkalı variantı seçdim. Dadı yaxşı idi. Mənə görə inanılmaz idi. Təbii ki, strawberry matchanı da yoxladıq və həqiqətən dadını çox bəyəndik. Mən ilk dəfə idi yoxlayırdım, pis deyildi. Bir də Amsterdama getsəm, o növbəni yenə gözləyərdim. Mən gözləməzdim. Daha sonra şəhərdə biraz gəzirik və birdən yadımıza düşür ki, burada başqa bir məşhur kartof yeri də var. Təbii ki, onu da yoxlayırıq, amma ilk yediyimiz yer bizə daha dadlı gəldi. Axşam yeməyi üçün isə Meksika restoranına getdik. Taco və toyuq qanadları sifariş etdik. Toyuq qanadları möhtəşəm idi. Taco isə bizim üçün 10 üzərindən 7 olardı. Burada onların 3 şatı 50 manata olan xüsusi tekilaları da var idi. Onları da təbii ki, yoxladıq. Hələ ki Amsterdam hekayəmizdən paylaşacaqlarımız var. Odur ki, gözləmədə qalın. Hələlik.